Salam dostlar, hər vaxtınız xeyir olsun. Almaniyanın Berlin şəhərinin mərkəzində olan Alexanderplatzda yerləşən Berlin katedralına daxil olacaq bu gün. Muzey kimi belə deyim fəaliyyət göstərir bura. Həm də aynı zamanda insanların dini məkanıdır. Yəni dua etmək üçün insanlar gəlirlər bura. İçəri girdim, mən sıra bayağı bir var idi. Saat 16:00-a qədər bu arada bura giriş var. Ondan sonra yəni icazə yoxdur. Və içəri girib belə bir bilet alırsınız. Biletin qiyməti 15 avrodur. 15 avro bileti alandan sonra daxil olursunuz içəridə. İçəri daxil olacağıq və sizlər üçün gözəl, necə deyərlər, o görüntülərin hamısını sizə çəkib paylaşacağım. Düz içəridə çox səssiz olmalısan. Belə deyim də, yəni indi sanki Azərbaycanlılar məscidə daxil olan zaman ki, səssizlik istəyirlər. Yəni insanların ibadət yeri sonuçta. Ona görə də biz çox orada danışa bilməyəcəyik, amma arxa fonda mən məlumat olaraq sizə məlumatları verərəm ki, bura necə inşa olunur, nə vaxt inşa olunur və hətta mənfi bir də yəni podvalda burada insanların, uşaqların qəbirləri də var, tabutlar da var. Onlar haqqında mən sizə çəkib paylaşmaqda məlumat verəcəm. Bəli, əziz dostlar, əziz izləyicilər, Berlin katedralının içərisinə daxil olduq. Təbii ki, burada səssizliyə riayət etməliyik. Ona görə də mən bu arxa fonda bu səsi yazıb sizlərlə paylaşıram. Demək ki, Berlin katedralı 1894-cü ildə inşasına Yulis tərəfindən başladılıb, 1905-ci ildə inşası tamamilə bitib və bu arada 2-ci Dünya müharibəsində də böyük bir hasar görüb, belə adılıb, həm günbəzin üzərinə düşmüş böyük bir top mərmisi tam mənfi 1-ə qədər, yəni podvala qədər də bu möhtəşəm tarixi memarlıq abidəni məhv edib. Və beləcə buraya düşmüş top mərmisi bütün kilsəni və kilsədə olan əhalini, buraya sığınan əhalini, uşaqlar, qocalar, yaşlılar, fərqi yoxdur, cavanlar, hər birinin belə deyim tabutuna çevrilib, məzarına çevrilib. Ona görə də onların tabutları və məzarları hələ də burada mənfi 1-də saxlanılır. Your voice, it keeps on calling.